Bəzilər mənə bax. Mənim evimdə baboşlara, arzuşkalara, nə bilim velizarlara baxanlar yoxdur. Özünüzlə məni və mənim ətrafımdakiləri səhv salma. Mən politikadan danışan seriozlu bir adamam. Mənə birinci dəfə arzu tutulana qədər demişdilər ki, Nadim bəy, siz arzu barədə nə görürsünüz? Mən də Arzunu heç tanımırdım. O kimdir? İzah elədi belə. Baxanda dedim ki, mən bunun tutulacağını görürəm. Tutuldu da. Mən deməliydim ki, ikinci dəfə də məhkəmə olub buraxacaq. Adam tutulacağına qədər verdiyim proqnoz, o proqnozla bugünkü günü səhv salmaqla. Mənə arzu maraqlı deyil. Arzu kimdir? Sizin bir çox o sözlərin danışanların kül başınıza ki, bax gör Azərbaycan gündəmi nə zəbt eləyir. Acından ölənlər, min dənə haqsızlığa uğrayanlar, nə bilim nələr qalıb bu şeylə. Hətta bir qazinin tutulmağını, buraxmağını bu qədər sevinməyənlər və danışmayanlar. Misal Qasımlı nə qədər vaxtı tutub içərdə, bir balaca oradan danışan olmayıb. Xalq olaraq Molades, Arzunu çıxartdınız içərdən. Mən onun tutulmağının tərəfdarıyam. Əli danışırsınız ki, onun əzizləri, onun yaxınları, onun uşaqları var. Çıxdı çox super, çox gözəl. Sanki elə bil ki, mən tutulmağın tərəfdarıymış. Sən demişdin tutulacaq. Demişdim tutulacaq, tutuldu da. Ondan sonra proqnoz verdim. Tutulandan əvvəl verdiyim də proqnoz idi. O da ki, mənim bir-iki nəfərin sözünə görə söz altı, sətir altında demişdim. Ondan sonra kim nə soruşdu? Mənim maraqlıdır, arzular olar. Bir insan da içəri haqlı girib, haqsız girib mənə maraqlı deyil. Çünki insanın əgər haqsız içəri giribsə, təbii ki, mən də tərəfdarı deyiləm. Amma o qədər haqsız içəridə olanlar, bəzi hadisələr, bəzi şeylər olublar ki, onlardan ötürü nəsə danışmışsınız siz. Siz bax gör, öz abrınızı, öz ağlınızı, öz nə ilə bir tutursunuz. Kim nəyə baxıb, nədən danışırsa, onun ailəsinin də tərbiyəsi də odur. Bir çox şey var, danışmaq istəmirəm. Bu işlər az belə dünyada gedən futbol oyunların qazino variantına oxşayıb sanki. Bəsdir də mənim bəzi ağzımı açma, tərbiyeniz olsun biraz. Sən belə demişdim. Hə, yaxşı, mən yalancıyam, siz doğrusunuz. Siz kimin tayınısınız, kimi izləyirsiniz? Sən belə dedim. Bax gör, siz bir balaca professoru, həkimi tanınmış, bir ziyalı kəsi tanıyırsınız. O qədər, nə bilim, nələr olur. Heç o barədə bir səs çıxardıb danışa bilirsiniz siz. Durursunuz ki, TikToker belə. Ağzı açma mənim. Açma da mənim bu gül onlar mənə maraqlı deyil deyirsiniz. Haqsızlıqdan ötürü biz yanındayıq. Siz haqsızlığından yanında ola bilən adamlarsınız. Siz nə vaxt hansısa haqsızlığından yana ola bilmişsiniz ki, o yazanlara deyirəm, sözü. Çoxlu ağıllı, başlı, ziyalı, imkanı, işi gücü olanlar oturub gülür sizin şeyinə. Elə bil ki, böyük bir şey. O qərarları kim, hardan, necə verdiyinizi mən çox gözəl bilirəm. Siz nə danışırsınız? Haqsız yerində tutulmuşdu. Tutulmuş hakim bilir. Necə oldu? Bir hakim savadlı çıxdı, bir hakim savadsız çıxdı. Biri götürüb o boyda iş verdi, götürdü bugün ev dostağı bıraxdı. Mənə bu şeyləri sizin bugün gündəmdən o qədər məni zırılayıb. Mən dünya siyasətindən, dünya proqnozlarından danışan adam götürüb danışırsınız ki, arzu belədir. Sizin kimi 99% siz olsanız da, mən sizin 99%lə də yoxam. Mənə o 1% olsun ağıllı kəslər. Nə qədər ki, siz haqlı olan qazilərdə şəhid olub, o olub, bu olub, Misir kimi bir çox adamların ki, haqını tapdalananda Ukrayna tutub basıb doğru, hal-hazırda içəri nə qədər vaxtı buraxmırlar. Bir ondan ötürü bu bir TikTokerdən ötürü vuruşduğu qədər vuruşdunuzmu siz? Yenə də deyirəm, bu Arzunun və onun evdəkilərə pis gəlməsin. Onun pisləmək anlamına gəlməsin. Mən onun da buraxmağına sevinirəm, çünki bir insandır və uşaqların anasıdır. Təbrik eləyirəm. Kim ki ondan ötürü çalışıbsa, Allah həmişə qapını açsın, çöldə olsun. Amması budur ki, kimləri qoyub, kimlərin peşinə düşən insanlar, kimləri mövzunu çağırtmaq olan mövzu insanlar, mən özüm belə ölkənin o boyda gündəmini daşıyan, belə
Biz bloger kimik ki? Bu ölkənin uğrunda savaşan, əlindən, qolundan olan kəslərindən bu qədər danışıb ətrafına yığılmayan kəslər bugün Azərbaycan gündəmi kimlərin əlindədir bu dəqiqə? Azərbaycan mediaya Abala bir geyin profilini açırsan 30 minə yaxın baxış var. Bir sənətkarın, bir həkimin, bir nə bilim, bir Azərbaycanın üçün bir politoloqun, bir öndə gedən kəsləri heç kim bu qədər danışmır. Çünki sizin başınız o qədər işləyir və ona görə də bu cür mövzulardan bizim də, mənim də başımı xərab edilmə bu orada. Kimlər ki 1% adam var ki ciddi şeylər danışır, onlar mənə yazsın. Arzu, bəli, çıxdığınızda biz sevinsək də, sevinməsə də qapı açıq olsun. Əgər haqsız tutulmuşsa bu sənin haqqında çöldə olmağının və sənin əzizləri təbrik eləyirəm. Amma qaldı ki o bu kadar bu temalardan danışanlar kül sizin başınıza. Kül sizin başınıza. Sağ olun.